Bu mütləq şəkildə birləşən olmalıdır, addım olmalıdır. Bu birləşəndən sən sürüşə bilərsən, yıxıla bilərsən, amma nəticə etibarilə birləşənlə qalmalısın. Yəni, onu demək istəyirəm ki, mütləq şəkildə çalışmalısınız. İstiqamətiniz indi hal-hazırda təhsil istiqamətinə gəlmişsinizsə, bugün burada mənim qarşımda əyləşirsinizsə, siz çox şanslı insanlarsınız, həqiqətən. Bugün məndən məsləhət alabilirsinizsə, ən böyük şanslı insanlarsınız və onu da vurğulayır ki, ələbsüz, siz təhsil sferasından, incəsənətdən, musiqidən, idmandan, hər hansı bir sahə ilə, hansı sahə ilə məşğul olursunuzsa olur, amma nəticə etibarilə bir sahədən mütəməssiz.